Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı pankek resepti paylaşacağım. Bunun üçün bizə lazım olacaq 1 stəkan qatıq. Yəni qatığı hansı stəkanla götürsəz, qalanları da eyni stəkanla götürsəz olacaq. 1 stəkan qatığın yerinə 1 stəkan süd də eləyə bilərsiniz. 1 stəkan qatıq və yarım çay qaşığı, hətta biraz yarım çay qaşığından da biraz az soda. Bunları qarışdırıb qoyuram bir qırağa. Ve 2 ədəd yumurtanı mikserlə çalıram. Biraz köpüb ağarana qədər. Sonra isə az-az yarım stəkan şəkər tozu əlavə edirəm. Və yenə də durmadan qarışdırıram, ağarıb köpənə kimi. Baxın, belə qarışdırdım. İndi isə üzərinə bayaqki qatığı da əlavə edirəm. Və yenə də biraz qarışdırıram. Və un əlavə edirəm. Un 1 stəkan və 2 xörək qaşığı qədər. Əgər sizdə yumurtalar balacadsa, belə 1 stəkan dolu un bəs eləyəcək. 1 stəkan və 2 xörək qaşığı əlavə etdim. Bunları da qarışdırıram. Və vanil, bir paçka vanil və 3 xörək qaşığı duru yağ. Bunları belə qarışdırıram. Baxın, belə bir xəmir alınmalıdır. İndi isə tavanı yağlamıram. Elə qaşıqla tavaya hər tərəfdə 1 xörək qaşığı qoyub bişirirəm. Baxın, belə olanda deməli altı bişib və çevirirsiniz. Yapışmır tavaya. Tez hazırlanır və dadlı alınır. Uşaqlarınız bunu çox sevəcək. Baxın, belə pankeklər artıq hazırdır. İçi də belə bişir. Çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun sizə də.